Son 90 gün. Bəli, tarixin ən həyəcanlı 90 günü ola bilər. Buraxılış imtahanımıza təxminən 90 gün qalıb. Hətta bəzi xəbərlərə görə imtahanı fevral ayında vermə ehtimalımız da var. Bu gün imtahana son 90 gün qalmış, nələr edilməlidir, nələr edə bilərik və sonuncu 90 günlərdə edə biləcəyimiz ən yaxşı şeylərdən ibarət bir siyahı çıxartdım. Kanalıma xoş gəldiniz. Əvvəla ən çox verilən suallardan biri ilə başlamaq istəyirəm. Sabah mı çalışaq, yoxsa axşam mı çalışaq? Əlbəttə ki, bu sualı sizinlə bir yerdə cavablandıracağam. Əvvəla axşam çalışmağın necə bir şey olduğunu deyim. Hər ikisində təcrübə etmiş bir insan olaraq sizlərə bunu anlatacağım. Axşam çalışmaları zamanı gecə saat 9-10-a qədər dincəlirik. 10-da 11-də başlayırıq, əlimizdə kofe və kofe içərək dərsimizi çalışmağa başlayırıq. Bəzilərimiz gecə musiqi qulaq asaraq dərs çalışır. Bəzilərimiz arxa plan səsi, yağış səsi, ildırım səsi qoyaraq qulaq asır. Daha doğrusu dərs yazır. Bəzilərimiz isə sadəcə dərs yazır, test işləyir və ya qayda öyrənir. Bu gecə çalışmaları əsasən hazırlıqlardan asılı olmur. Tamamilə sərbəst şəkildə özümüz üçün etdiyimiz motivasiya verici çalışmalar olur. Ancaq bir o qədər də böyük fəsadları var. Əvvəla gecə çalışan zamanı sən gərək yuxundan fərağət etməlisən. Yuxundan fərağət etdiyinə görə sən səhərləri hazırlıqda normal vəziyyətdə otura bilmirsən. Bunu 9-cu sinifin sonuncu bir həftəsində, bəli, martın 17-si vermişdim imtahanı. Martın 10-dan 17-sinə kimi gecə yatmadım. Hətta 15-i son yatdım və ondan sonra heç gecələrdə dərs çalışmadım. Zaten imtahan bitdi. Yəni gecə çalışmalarının bir mənfi cəhəti də ondan ibarətdir ki, biz gecə dərs çalışan zaman yuxumuz tamamilə puç olur. Və biz araşdırmalara görə deyilir ki, saat 10 ilə 2 arasında olan yuxu yatılsa, bildiklərimizin heç olmasa 60% yadımızda qalır. Ancaq biz bu 60%-dan da məhrum qalırıq və yerdə öyrəndiklərimizin çox kiçik bir qismi qalır. Bəs yaxşı, gecə çalışmadıq, etmədik, müəyyən səbəblər var. Bəs biz nə edə bilərik? Əlbəttə ki, səhər çalışmaları. Səhər durmaq çox çətindir, başa düşürəm. Yorğunsan, yatmaq istəyirsən, soyuqdur, qış ərəfəsidir. Ona görə yatmaq istəyirsən. Ancaq bir şey deyim. Bunu sən bir gün səhər dura bilsən, növbəti günlər artıq çox daha rahat gələcək. Məsələn, mən hardasa artıq 40 gündür səhər çalışmağa başlamışam və artıq rutinləşmiş bir hal alıb. Bunu özümü tərifləmək üçün demirəm. Yəni ilk günlər məndə çox çətin idi. Hətta mən düz 40 gün, 50 gün dirəşdim ki, səhər tezdən duracam. Ancaq alındıra bilmədim. Nəhayət bir gün təsadüf nəticəsində və gecə durarkən özümə belə dedim. Mən bu gün durub dərs çalışmalıyam. Durdum və səhər saat 5 olardı. 5-dən başladım məktəbə gedən kimi, yəni 7:30-a kimi dərs çalışmağa. Bu 7:30-a kimi dərs çalışdıqda mən bir şey hiss etdim. Həqiqətən də özümü çox xoşbəxt hiss edirdim. Sanki motivasiya dolu idim. Necə deyim? O bütün o hazırlıq tapşırıqlarını qoyum bir kənara. Onu oxuduqdan sonra özümü elə hiss etdim ki, sanki dünyaları fəth etmişəm. Yəni mən bunu bacara bilmişəmsə, daha nələr bacarmaya bilərəm? Kimi hiss edirəm. Bunu anlatmaqda məqsədim odur ki, siz də bu hissləri yaşayasınız, bu hissləri ilk əldən təcrübə edəsiniz. Səhər durmaq istəyirsənsə, belə bir taktika da verim, kiçik bir taktika olsun. Zənci qurursansa, zənci yatağın arxa hissəsinə qoya bilərsən. Yəni aşağı hissəsinə qoya bilərsən. Bu zaman zənci söndürmək üçün yerindən durmalı olacaqsan. İkincisi, birdən çox zəng qura bilərsən. Bu zənglərin vasitəsilə də tez-tez yuxudan ayılıb dərs çalışmağa yönələ üstünlük edə bilərsən və yanında da su saxla ki, səhər duran kimi o suyu içib beynini ayıldasan. Üstünlüyü hansı fənnə verək? Qəşəng bir sualdır. Üstünlüyü çox insan zəif olduğu fənlərə verir. Ancaq bu da düzgündür. Ancaq güclü olduğumuz fənlərə də üstünlük verməliyik. Ən güclü tərəfimizi gücləndirməliyik ki, heç deyilsə biz bir nailiyyət, bir nəticə əldə edək. Məsəl üçün, nümunə verin məsələn. Mənim ana dilim 95 ballıq, ingilis dilim 90 ballıq, riyaziyyatım da 80 ballıq səviyyədə olsun. Mən üstünlüyü hal-hazırda riyaziyyata verməliyəm. Çünki onu 80-lərə, 90-lara qaldırmalıyam. Ancaq mən bunu ingilis dilinin Azərbaycan dili desəm, ikisinə də və Azərbaycan dilini ingilis dilində daha tez qavradığıma görə o 5-10 ballıq aralığı mən 1-2 ayda qapada bilərəm. Hətta o qədər çalışsam, 2 dənə fənni 100 bal vura bilərəm. Bunu sən də edə bilərsən. Məsələn, sənin hər hansı bir fənnin güclü olar, onun üstündə çalışıb onu 100 ballıq nəticəyə gətirə bilərsən. Məlumdur, 90 günümüz, yəni 3 ay vaxtımız qalıb. Məncə bu 3 ayda sosial mediadan, internetdən, oyunlardan biraz uzaq dursaq yaxşı olar.
Dopamin detoksu deyə bir şey var. Bilmirəm eşitmisən yoxsa yox. Dopamin detoksu edərək də aralı dura bilərsən və ya sadəcə dərslərdən sonra telefon, film, kino və sairə şeylərlə məşğul ola bilərsən. Bunu demək daha rahatdır, ancaq etmək biraz çətindir. Anlayışla qarşılayıram. Amma nə qədər uzaq dursan, o qədər yaxşıdır. İnan mənə, çünki imtahana həqiqətən də az qalıb. Mən belə, yəni uzaq durmağa çalışıram, uzaq dururam hətta. Hər günün bir qızıl dəyərindədir. Hər sözün də bir qızıl dəyərindədir. Yəni ona görə etdiklərinə diqqət yetirməlisən. Hər gün etdiyin addımlar sənə gələcəkdə böyük nailiyyətlər kimi qayıda bilər. Məsələn, sən gündə bir addım atsan, bir addım çox da böyük bir şey kimi görsənmir. Amma heç addım atmırsan. Bəs bu bir addımı 90 günə vuranda 90 addım. Və 90 ilə 0 arasında nə qədər fərq olduğunu özündə görürsən. Qısa-qısa, məsəl üçün ingilis dilindən məsələn ki, zəifsən. Gündə bir mətn. Sadəcə bir mətn işləyərək 90 mətni sən buraxılışa kimi bitirə biləcəksən. Gündə bir mətn inanmıram ki, sənin 10 dəqiqə vaxtını da alsın. Ona görə hər gün atdığın addımlara diqqət yetirməlisən. Bəli, önümüzdə böyük bir şans da var. Bu ayın sonu böyük bir şansımız da var. Yeni il tətili. Hazırlıqlar yoxdur. Hazırlıqların bəziləri saxlanılacaq və biz bu yeni ili dincəlmədən keçirtməliyik. Biz bu yeni il ərəfəsində əlimizdən gəldiyi qədər çox çalışmalıyıq, əlimizdən gələni ardımıza qoymamalıyıq. Yeni il boyunca özün üçün bir plan çıxarda bilərsən, bir cədvəl çıxarda bilərsən. Bu haqda öz düşüncələrini bir dəftərə və ya vərəqə qeyd edə bilərsən ki, bir planın olsun. Məncə bu yeni ili dincəlməsək daha yaxşı olar. Zaten bu bizim məktəb dövründə keçdiyimiz sonuncu yeni il olacaq. Bəli, videomuzun sonuna yaxınlaşdıq. Əminəm faydalı bir video oldu. Buraxılış imtahanımıza da təxminən 90 gün zaman qalıb. Bu 90 gün boyunca əlindən gələni etməlisən, əlindən gələni etməliyik. Buna görə də var gücümüzlə çalışmalıyıq, nəticələrimizi qaldırmalıyıq, maddələri tək-tək üstündə işləməliyik. Bəli, əgər kanal haqqında mövcud məlumatlardan xəbərdar olmaq istəyirsənsə, motivasiya edici cümlələrdən ibarət gözəl bir WhatsApp kanalımız var. Onun da ekrana QR kodunu qoyacağam. Oradan kanalıma qatıla bilərsən. Həm ara sıra orada anket də keçirdirəm, həm də günlük motivasiya cümlələri və s. kanal haqqında yeniliklər paylaşıram. Başqa olaraq dekabr ayının ortalarında və ya ilk həftəsində bizim buraxılışa necə hazırlaşırsan adlı Zoom proqramı vasitəsilə bir konferansımız olacaq. Konferansda iştirak etmək istəyirsənsə, şərhlər qismində iştirak etmək istəyirəm yaza bilərsən. Anketdə də paylaşmışam topluluqda, oradan da özünü bizə məlumatlandıra bilərsən. Sağ ol, salamat qal.